NTV adına böylesine tarihi bir dönemeçte hem bölge için hem Azerbaycan için önemli günlerde bu yoğunluğunuz için de kabul ettiğiniz için çok teşekkür ederim. Sağ olun. İlk sorum cephe hattı ile ilgili olacak Sayın Cumhurbaşkanım. 27 Eylül'den bu yana işgal topraklarının ne kadarı geri alındı? Çünkü son 2 günde güzel haberler de gelmeye başladı sanırım. Evet, haberler gelir. Demiyorlar ki her gün Azerbaycan ordusu başarılı əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz torpaq bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan əldə etmək və böyük əraziləri kontrol altına almaq. Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 köyü işğalçılardan azad edildi. Və deyə bilərəm ki, həm quzey, həm güney istiqamətlərində və doğu istiqamətində artıq bizim strateji yüksəkliklər bizim nəzarətimizdədir. Və bizim uğurlu əməliyyatımız davam edir. Bugünə qədər əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, amma haradasa 40-a yaxın ya da ki 40-dan çox yaşayış məntəqəsi, şəhərlər və köylər işğalçılardan azad edilmişdir və yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir. Han kentine yaklaştınız sanki. Biz əsas əməliyyatları indi güney istiqamətlərində aparırıq. Bildiyiniz kimi Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir və Cəbrayıl şəhərinin köylərinin böyük qismi artıq bizdədir. Eyni zamanda Füzuli rayonunun bir çox köylərini biz işğalçılardan azad etdik və əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda Güzey istiqamətində Suqovuşan qəsəbəsinin götürülməsi, işğalçılardan azad edilməsi də çox başarılı əməliyyat nəticəsində baş vermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünki orada həm yüksəkliklər böyük alana kontrol etməyə imkan yaradır. Eyni zamanda orada çox önəmli su barajı yerləşir. Və Ermənistan bizə qarşı eyni zamanda su terroru təşkil etmişdir. Və bizim 100 bindən çox hektar toprağımızda su yox idi. Biz arteziyan quyuları qazmalıydıq. İndi isə su qovuşan qəsəbəsində yerləşən baraj bizim nəzarətimizə, kontrolümüzə keçəndən sonra artıq böyük bir əraziyə su verilir. Ona görə biz tədricən öz əməliyyatımızı aparırıq. Vahid bir planlama əsasında bütün hədəflər seçilib və Ermənistan tərəfi sadəcə olaraq bu reallıqla hesablaşmalıdır və öz təcavüzünü durdurmalıdır, atəşkəsə əməl etməlidir və öz xoşu ilə qalan torpaqlardan da çıxmalıdır. Ki, qan tökülməsin və bundan sonra barışçı yollarla bu məsələ çözülsün. Sayın Cumhurbaşkanı, onu soracaktım. Hala bir ateşkesten söz etmek mümkün mü? Yani gördüğümüz kadarıyla Ermenistan ateşkese uymuyor. Gence saldırısı sırasında ben de Gence'deydim orada. Uyacak gibi de görünmüyor. Peki Azerbaycan ordusunun ayrıca bu ateşkes hızını da kesti mi? Ne dersiniz? Bilirsiniz, biz çok büyük bir jest ettik vasitəçilərə. Çünki bilirsiniz ki, ilk günlərdən ateşkəslə bağlı bizə müxtəlif yerlərdən mesajlar gəlirdi və təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları var, öz qanunları var və əgər sənə kimsə saldırırsa, sən kəndi torpaqlarını, kəndi əhalini savunmalısan. Ateşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir, bildiyiniz kimi.
və bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq maalesef Ermənistan bu ateşkəsdən istifadə etmək üçün, bunu istismar etmək üçün bizə yeni saldırılar düzenlendi. Təkcə Gəncə şəhərinin bombalanması deyil. Bu hərbi cinayətdir. Bu terror aktıdır. Və Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini bütün dünyaya göstərdi. Eyni zamanda döyüş meydanında da ateşkəsdən sonra onlar bu imkanlardan kullanmaq istədilər və Hadrut'a 2-3 dəfə saldırı düzenlədilər. Hadrut'u yenidən işğal etməyə çalıştılar, amma buna nail ola bilmədilər və orada çox böyük can kaybı və silah kaybı olmuşdur. Digər istiqamətlərdə Cəbrayıl rayonunda, Cəbrayılın güney istiqamətində Araz Nehri boyunca bizə qarşı yenə saldırılar təşkil edilmişdir. Bütün bu saldırılar təbii ki dəf edildi. Ancaq bu onu göstərir ki, Ermənistan danışıqlar masa arxasında da səmimi deyil. Ona görə əgər o Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar kendileri peşman olacaklar. Zaten ilk saatlardan, bu çatışmaların ilk saatlarından mən onlara müracaat ederek ve Ermeni halkına müracaat ederek demiştim ki, barışçıl yollarla bu topraklardan çıkın ki kan tökülmesin, insanlar helak olmasın. Ancak maalesef Ermənistan buna əməl etmir ve bugün döyüş meydanında Ermeni ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi siyasi rəhbərliyidir. Peki efendim. Sizin Karabağ sorunun çözümünde Türkiye'nin de dahil olması gerektiği yönünde demeciniz var. Dün Sayın Erdoğan'la Putin görüşmesinden sonra yapılan açıklamada Minsk ve ikili ilişkiler çerçevesinde çözüme kavuşturulmasından yana açıklaması yapıldı Ankara'da. Fakat dün Sergey Lavrov itiraz etti. Türkiye ile biz dedi Rusya Karabağ konusunda farklı pozisyonlardayız. Ne düşünüyorsunuz? Rusya neden Türkiye'nin sürece dahil olmasına, ki siz de destekliyorsunuz, itiraz ediyor? Nedir pozisyonlar? Ne demek istiyor? Yani onu onlardan soruşsanız daha iyi olur. Ben onların bu açıklamalarını şərh etmek istemezdim. Sadece olarak mevcut olan reallıkları biz gerek nəzərdən keçirək ve bu reallıklar, gerçek durum ondan ibarettir ki bugün Türkiye'nin iştiraki olmadan bu bölgede herhangi bir mesele çözülebilmez. Bunu artık son illerin tarihi göstermiştir. Ve kimin bu hoşuna gelebilir, gelmeyebilir, bu faktır, bu gerçektir. Ve tabii ki Türkiye, Azerbaycan'ın komşusu olarak, Ermənistanın qonşusu olaraq və digər Güney Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq təbii ki bu bölgədə fəal rol oynayır. Bu Türkiyənin haqqıdır. Tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik. Ona görə bu çatışmaların ilk saatlarından bunu bu hərbi müstəvidən deməli siyasi müstəviyə, siyasi sürəcə çevirmək üçün biz çok açık ve net mövqeyimizi bildirdik ki Türkiye mütləq bu işlerde olmalıdır ve eğer olarsa o zaman daha çabuk, daha tez bir zamanda bu çatışma duracak ve barış süreci başlanacak. Ve onu da mən bildirmiştim ki faktiki olarak Türkiye var. Çünkü dün Sayın Erdoğan'ın ve Sayın Putin'in görüşmesi bunu gösterir. Eyni zamanda ondan önceki günlerde Dışişler Bakanları, Savunma Bakanları, Türkiye-Rusya bakanları da telefon görüşmeleri yapmışlar. Ona göre bunlar bu Karabağ konusunu konuşurlar. Ona göre bizim mövqeyimiz bundan ibarettir ki Türkiye mütləq olmalıdır. Hangi simada bu olacak? Bu yani tehniki meseledir. De facto artık Türkiye var. Zaten Türkiye Minsk grubunun üyesidir. Ve Minsk grubu da 30 sene ərzində bir nəticəyə varmadı. 30 sene ərzində Birləşik Millətlər
dövlətlərinin 4 qətnaməsini icra etmədi, yəni burada yardımcı olmadı və faktiki olaraq bu münaqişənin dondurulmasına bu durum gətirdi, çıxardı. Və nəticə etibarilə Temmuz ayında bizə olan saldırı, Ağustos ayında erməni sabotaj qrupunun bizə göndərilməsi və nəhayət Eylül ayında geniş çaplı saldırı göstərdi ki, bu məsələ dondurulmuş məsələ deyil. Biz mövqeyimizdə qalırıq və əlbəttə ki, ümid edirik ki, tez bir zamanda masa arxasında bu məsələ çözülsün və Türkiyə mütləqa bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır. Yine aynı açıklamada özellikle temas hattında, kontak line'da yani cephe hattında eğer iki ülke kabul ederse Azerbaycan, Ermenistan bir Rus askeri gözlemci heyeti görevlendirebiliriz dedi. Siz buna nasıl yaklaşıyorsunuz? Böyle bir gözlem heyeti kurulacaksa askeri açıdan hangi ülkeler olmalı? Ne dersiniz? Bilirsiniz, bu məsələ yəni barışçı qüvvələrin, güclərin deməli bölgəyə gətirilməsi təməl prinsiplərində təsbit olunub. Yəni təməl prinsipləri arasında bu da var. Amma bu məsələ bu prosesin, sürecin son aşamasında öz həllini tapmalıydı. Və nəzərə alsaq ki, təməl prinsiplər razılaşdırılmayıb. Hələ ki, onlar sadəcə olaraq müzakirə mövzusudur. İndidən bu məsələyə yəni fikir yetirmək bilmirəm nə dərəcədə düzgün ola bilər. Bir də ki, bu məsələ Ermənistan-Azərbaycan arasında geniş müzakirə olunmadığı üçün o barışçı güclərin kimdən təşkil edilməsi, hansı ölkələr orada olmalıdır, bunun tərkibi nə olacaq, bu heç müzakirə olmuyor. Ona görə indiki şəraitdəki çatışmanın fəal mərhələsi hələ ki davam edir. Bu hesab edirəm ki, bir qədər tezdir, erkəndir və əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərə alınmalıdır və alınacaq. Çünki hər kəs bilməlidir ki, bugün çatışma Azərbaycanın torpaqlarında gedir. Uluslararası hüquq baxımından bu bizim torpağımızdır. Tarixi ədalət baxımından bu bizim torpağımızdır. Və Azərbaycana hər hangi bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılıq olmadan mümkün deyil. Peki. Şunun için sordum. Suriye'de örneğin Türkiye ile Rusya belli bölgelerde belli işbirliği yapıyor. Askeri heyetler, gözlemciler devreye geziyor. Belki ileriki bir tarihte böyle bir formül önünüze geldiğinizde ne dersiniz efendim? İndidən bu haqda bir şey söyləmək istəməzdim. Çünki mən hadisələri qabaqlamaq istəmirəm. Hər bir məsələnin həlli üçün münasib zaman olmalıdır, münasib durum yetişməlidir. Və nə zaman bu olacaq, biz bunu deyə bilmərik, olacaqmı, olmayacaq da deyə bilmərik. Amma bir şey kəsin ki, artıq bu hərbi qarşıdurma başa çatandan sonra təbii ki, sülhü təmin etmək üçün müəyyən uluslararası çabalar da olmalıdır. Bu çabalar hangi çabalar olacaq? Siyasi çabalar, hərbi sahədə hansısa bir təkliflər. Bunu biz nəzərdən keçirməyə hazırıq və təbii ki, o azad edilmiş bölgələrə qayıdacaq Azərbaycan əhalisi, onlar da barış şəraitində yaşamalıdır. Onların güvənliyi təmin edilməlidir. Ermənistan ərazisindən Gəncə şəhərinə düzənlənən o xain saldırı göstərir ki, bu terrorist dövlət hər şeyə əl ata bilər. Ona görə təbii ki, uluslararası müstəvidə bu məsələ müzakirə edilməlidir. Ancaq bunun nə zaman olacağı haqqında bir şey deyə bilməm. Peki. Sayın Cumhurbaşkanı, Türkiye ile askeri anlaşmalar var belli çerçevelerde. Bu anlaşmalar çerçevesinde ya da yeni anlaşmalarla Azerbaycan'da bir Türk askeri üssü kurulma fikrine nasıl bakarsınız? Böyle bir düşünceniz var mı? Bu haqda bugüne qədər bizim iki tərəfli ilişkilərdə məsələlər müzakirə olunmamışdır.
bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var. Yəni bir çox alanlarda bizim imzaladığımız müqavilələr qüvvədədir. O cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr var və bu bizim haqqımızdır. Əgər belə bir vəziyyət Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimiz və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi üssünün Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır. Bizim hərbi sahədə işbirliyimiz ildən ilə güclənir. Təkcə keçən sənə 10 birgə hərbi tədbiqat keçirilmişdir. Bu sənə koronavirusa görə biraz ara verildi və yalnız 2 dəfə tədbiqat keçirilmişdir. Ancaq bu tədbiqatlar da böyük bir əndişə yaratdı bizim bölgəmizdə. Hesab edirəm ki, bu əndişənin heç bir səbəbi yoxdur, heç bir əsası yoxdur. Çünki bu tədbiqatlar hər hansı bir ölkəyə qarşı hazırlıq xarakteri tədbiqat deyil. Bu tədbiqatlar bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan ordusunun təkmilləşdirilməsi, Türkiyə ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi bu mənanı daşıyır. Ona görə Türkiyənin hərbi üssü ilə bağlı bu Eylülün sonundan bugüne qədər uluslararası basında kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər geniş şahəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Üs olsa da, olmasa da biz Türkiyə güvənirik, Türkiyə isə bizə güvənir. Peki. Sorunun çözümünde siz ya sulh içinde müzakereden yanasınız ya da savaşarak bu işi çözeceğiz diyorsunuz. Ruslar Moskova ise askeri çözümü kabul etmeyiz dedi dün. Bunu nasıl değerlendiriyorsunuz? Yani operasyonu, harekatı durdurun mu diyor ya da duracak mısınız? Bilirsiniz, biz artıq birkaç dəfə bu məsələ ilə bağlı öz mövqeyimizi açıqladıq. Mən də bunu söylədim. Yenə də mən öz fikrimdə qalıram ki, demək olar ki, bütün yerlərdən bizə ünvanlanan mesajlar təkcə bu dönəmdə deyil, bundan əvvəlki dönəmində də bu məsələnin hərbi çözümü yoxdur. Şimdi biz də buna heç bir, necə deyərlər, vaxtından əvvəl reaksiya vermirdik. Onlar belə söyləyir və söyləsinlər. Onların fikri budur. Bizim də fikrimiz odur ki, bu barışçıl yollarla çözülsün. Ancaq çözülsün. Amma biz nə gördük? 30 il bu heç bir nəticə vermədi. 30 il ərzində bu ateşkəs rejimində Ermənistan işğal edilmiş torpaqlarda güclü mühəndislik istehkam qurğuları yapmışdır və bugün Azərbaycan ordusunun peşəkarlığı və cəsarəti nəticəsində biz o istehkamları yarırıq və 30 il ərzində Ermənistan barışa yox, bu torpaqları daima işğal altında saxlamağa çaba göstərmişdir. Çünki əgər o barışa meyilli olsaydı, nədən sən orada Füzulidə, nədən Cəbrayılda yaxud da ki Ağdam istiqamətində bu istehkamları qurursan? Qurursan ki, daima bu torpaqları öz kontrolü altında saxlayasın. Yəni bu barış, ateşkəs sürəci buna gətirib çıxardı. Və ondan sonra Ermənistan yönətimi daha da azğınlaşdı. Baxın, Paşinyan nələr söyləyirdi? Onun Savunma Bakanı nə söyləyirdi? Savunma Bakanı söyləyirdi ki, biz Azərbaycanda yeni müharibə aparacağıq, yeni torpaqlar uğrunda yeni müharibə. Bu bizə qarşı açıq hədə idi. Paşinyan deyirdi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni ki, 1 santimetr torpaq bizə verilməyəcək. O zaman hangi barışçıl yollarla bunun çözülməsi mümkündür? Mən isə deyirdim ki, biz indi məsələnin hərbi yollarla çözülməsi sürəcindəyik. Biz istəyirik ki, bu sürəc nə qədər çabuk olsa
bitsin və ondan sonra diplomatik süreç başlasın. Yani bizim yanaşmamız bu məsələ hərbi siyasi yollarla çözülsün. Tək hərbi yolla çözülə bilməz. Mən bunu qəbul edirəm. Çünki fəal toqquşma sürecindən sonra tərəflər gərək sülh müqaviləsi haqqında düşünsünlər və bunu etsinlər. Yəni siyasi yollar olacaq. Ona görə hərbi siyasi yol ən məqbul yoldur. Biz hərbi yolu durdurmaq istəyirik. Ancaq Ermənistan hələ də düşünür ki, bax itirilmiş, yəni bizim azad etdiyimiz torpaqları geri qaytaracaq. Ona görə döyüş meydanında da bizə daima saldırır. Yani o zaman Sayın Cumhurbaşkanı şunu anlıyorum. Karşı taraf masaya oturmaya razı olana kadar siz cephede ilerleyeceksiniz. Biz ilerleyeceğiz. Bir de ki onlar gerek ateşkese riayet eləsinlər. Çünkü onlar ateşkesi ihlal etti. Saat öğlen 12'den ateşkes elan edildi. Ve biz bütün bizim hərbi birləşmələrimizə çok ciddi emir verdik ki ateşkese riayet edin. Durdurun. Halbuki bunu etmek o kadar da kolay değil. Biz saat 12'de durduk ama onlar durmadı. Ve ondan sonra hardasa bir saat ərzində biz yenə də özümüzü savunmaq üçün hərəkətə keçdik və ondan sonra yenə də birkaç köyü azad etdik. Ona görə Ermənistan nəhayət anlamalıdır ki, bu yolla o heç nə nail olmayacaq. Yalnız ateşkəsə onlar əməl etməlidirlər. Hesab edirəm ki, Ermənistan rəhbərliyi, yöneticilər bu məsələlə bağlı yeni bir açıqlama verməlidirlər ki, onlar ateşkəsə sadiqdir və bunu əməl edirlər. O zaman biz də duraq, amma ondan sonra süreç daha yıllar boyunca devam edə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünkü bir gün ərzində bunu yani razılaştırmaq zor bir iş. Biz bunu anlayırıq. Ancaq barış süreci başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir. Hangi tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə biz devam edəcəyik. Necə demişəm, sona qədər. Sonuna kadar. Yani şunu anlıyoruz. Ateşkes eğer Ermenistan saldırılarını durdurursa, hayata geçerse yeni bir konuşma süreci başlayıp daha zemin oluşturulacak. Evet. Yani evet. Moskova'daki mutabakatta Minsk 2007 9-12 Madrid prensipleri ismi geçmiyordu ama anladığımız kadarıyla oydu. O prensiplerin ilk maddesi yanılmıyorsam 7 rayondan geri çekilmeyi. Doğrudur. Siz o prensipleri hala gündemde tutuyor musunuz yoksa onların yenilemek gerekiyor mu? Yo, onları gündemde tuturuq. Mən bunu artıq açıqlamışam. Madrid prinsipləri adlandırılan temel prinsiplərə biz sadiqik. Çünkü bu prinsiplər bizim çıkarlarımıza cevap verir. Zaten Ermənistan bu prinsipləri artıq qəbul etmədiyi haqda açıqlama vermişdir. Və mənə verilən məlumata görə Ermənistan Başbakanı dün ya ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu onlar üçün keçərli deyil. Yəni kim danışıqlar sürecini ihlal edir? Ermənistan. Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizin necə deyərlər, şəhərlərimizi əhatə edən dağlara sancırıq. Şəhərlərdə mövcud olan binalara sancırıq. Biz zəfər marşındayıq və belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək bu çox böyük siyasi iradə tələb edir və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərə sadiqik. Orada da zaten siz dediğiniz kimi göstərilib 5 rayon birinci aşamada, ondan sonra 2 rayon, ondan sonra Dağlı Qarabağın gələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçmənləri, mültəciləri Dağlı Qarabağa qayıtmalıdırlar. O cümlədən Şuşaya qayıtmalıdırlar. Çünki Şuşanın əhalisinin 98%-i Azərbaycanlıları idi. Xankəndiyə qayıtmalıdırlar. Və ondan sonra necə ki bu Azərbaycanın baxışa yerlərində, Bakıda, necə ki başqa şəhərlərdə erməni və Azərbaycan əhalisi orada bir yerdə yaşayacaq. Bizim mövqeyimiz budur.
Ermənistanın mövqeyi isə Azərbaycanlıları oradan qovmaq, necə ki bunu yaptılar. Ondan sonra Azərbaycanlılara imkan verməmək ki, qayıtsınlar. Orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə bir etmək, Azərbaycanlılarının mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bak, onların yanaşması budur, bizim yanaşmamız ise budur. Daha farklı, evet. Bu arada bir sorum daha vardı, atladım. Dün Paşinyan'ın bir açıklaması vardı. Çünkü Azerbaycan ordusu kuzeyden ve güneyden ilerliyor, sizin de söylediğiniz gibi. Biz dedi bir taktik olarak aslında çekiliyoruz oralardan. Ne dersiniz? Bu Paşinyan'ın növbəti yalanıdır. Bilirsiniz, her bir məsuliyyətli adam gerek yalan danışmasın. Her bir insan, xüsusilə siyasətçi, xüsusilə ölkə başçısı. Bu heç bir insana yaraşan bir şey değil. Onun ise bütün əməli, bütün sözü yalan. Tarixlə bağlı, ondan sonra bu münaqişə ilə bağlı, bugün baş verən hadisələrlə bağlı. O əgər bilmirsə, o zaman o nasıl Ali Başkomutan olur? Əgər real durumu ona demirlərsə, o zaman o öz hərbi yöneticilərinə irad tutmalıdır. Əgər bilir yalan danışırsa, mən daha çox buna yani inanıram bu versiya, o zaman bu böyük ayıbdır. Bugün Azərbaycan ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr indirib. Mən bəzi açıqlamalar da verdim və onlar, bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə 200 erməni tankı imha edildi, 33 erməni tankı qənimət götürüldü. Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur. 33 tank özü də saz vəziyyətdə indi bizim ordumuzdadır. Ondan sonra 2 S-300 hava hücumuna qarşı savunma sistemi imha edildi. 35 dənə OSA hava savunma sistemi imha edildi. Kruk, KUP, ondan sonra başka texnika. Yani erməni ordusunun texniki təchizatı şimdi çok sarsıldı. Yani çökür ve biz irəliyirik, hər dəfə yeni topraklara giririk, onları azad edirik ve bu reallıqdır. Ve yaxın vaxtlarda yeni olacak açıklamalar onları daha da sarsıdacaq ve erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona göre erməni xalqı əgər real vəziyyəti öğrenmək istəyirsə, bize qulaq asın, bizi eşitsin. Peki. Yani anladığım kadarıyla Sayın Cumhurbaşkanı 30 yıllık sorun çözülecek mi? Yani bana çözülecek gibi geliyor ama ben size sormak istiyorum. Bu 90'lardan bu yana işgal sorunu bu sefer çözülecek mi? Yoksa herkes bir noktada duracak, bir statiko oluşacak, o statiko devam mı edecek? Tam çözüm gerçekleşecek mi, gerçekleşmeyecek mi? Belki erken bir soru ama ne dersiniz? Bence artık çözülür ve hesab edirəm ki, uluslararası təşkilatlar ve bu meseleyle yaxın məşğul olan ölkələr bunu görür ve bu yeni reallıqdır. Bu yeni reallığı biz təşkil etdik ve bu mesele çözülür. Çünkü temel prensiplərində gösterilmiştir ki, 5 rayon birinci aşamada bize qaytarılır. Onlardan artık 2 rayonunun böyük qismi, tam değil hele ama böyük qismi artık bizdə. Əgər bu Ermənistan yenə də olumsuz tavır göstərərsə, ümid edirəm ki, yaxın gələcəkdə digər rayonlarda bizdə olacaq. Bu məsələnin çözümü değil mi? Yani biz əslində döyüş meydanında temel prinsiplərini həyata keçiririk, gerçekleştiririk. Minsk grubu buna nail olabildi? Hayır, olabilmədi. Ona göre bu meselenin çözülmesi bir de demek istedim ki hərbi siyasi yollarla mümkündür. Hərbi yol şu an baş verir. Biz istedik ki ne kadar çabuk olursa olsun bitsin. Ondan sonra siyasi süreç başlansın ve bazı temel prensipleri de əsas olsun.
Məsələnin çözülməməsi ilk növbədə uluslararası təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünki BMT Birləşik Millətlər Dövlətlərinin Güvənlik Konseyi bildiyiniz kimi 93-cü ildə 4 qətnamə qəbul etmişdir. Və orada göstərilir ki, erməni silahlı qüvvələri qeyd-şərtsiz, yəni heç bir şərt qoymadan çıxmalıdır tam həcmdə. Amma bu icra edildi, edilmədi. Ona görə Minsk qrupu yaradıldı. Daha ondan bir il öncə yaradıldı. 28 sənə bir şey oldu, olmadı. Yəni bizə elə gəldi ki, sanki uluslararası təşkilatlar bu münaqişənin bu vəziyyətdə saxlanmasına tərəfdardılar. Ki, necə var edə qalsın, Azərbaycan mültəciləri əbədi, deməli, belə vəziyyətdə qalsın. Ermənistan işğal edilmiş torpaqlarda daha da möhkəmlənsin. İndi bilirsiniz, orada qanunsuz məskunlaşma gedir. Qanunsuz bu hərbi cinayətdir. Bu Cenevra konvensiyasına aykırı olan məsələdir. Onlar erməniləri Suriyadan köçürdürlər, Dağlı Qarabağa, Şuşaya, onlara imkan yaradırlar, para verirlər və artıq bunu açıq nümayiş etdirirlər televizyonlarda. Yəni bu beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onların amacı bu ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardan əlini üssün, yeni nəsil yetişəcək, hangisi o torpaqları görməyib, o nəsil ora qayıtmaq istəməyəcək, Azərbaycan bu vəziyyətlə barışacaq, bununla paralel olaraq ermənilər başqa ölkələrdən ora gətiriləcək, orada erməni nüfuzu çoxalacaq, yarın da deyəcəklər ki, bilirsiniz, artıq reallıq budur, barış. Bu idi onların amacı və maalesef onların hamiləri, onların havadarları bunlara bu işlərdə yardımcı olmuşlar. Biz bu məkirli, çirkin planları məhv etdik, imha etdik. Biz yeni reallıq yaratdıq, yeni gerçək yaratdıq və bugün hər kəs bu gerçəklə gərək razılaşsın və barışsın. Peki. Ben size bir mesaj da getirdim. Terter'de bir bombardıman sırasında sığınağa girmiştik. Bir vatandaş vardı. Göçkün. Oradan göçmüş. Röportaj yaparken dedi artık ben göçkün değilim dedi. Ben dedi özgür bir vatandaşım. Skorşan'dan gelmiş. Eğer dedi başkanla karşılaşırsanız ona dedi saygımızı, sevgimizi, selamlarımızı iletin demişti. Terter'de bir vatandaş. Anladığımız kadarıyla efendim hem bölge de dengeler artık değişmiş durumda. Yani eski denge ve statüko yok. Daha da değişecek gibi. Hem dünyaya hem Türkiye'ye ne mesajlar vermek istersiniz? İlk növbədə həmən o yoldaşı, arkadaşa xahiş edirəm ki, bax sizin televiziya vasitəsilə öz sözlərimi deyim. Mən şadam, mən mutluyam ki, bugün bunun kimi bu sözləri deyən minlərlə insan var. Onlar deyirlər, göz yaşları tökürlər. Bu sevinç göz yaşlarıdır ki, mən artıq qaçqın deyiləm. Mən bu qaçqınlıq deməli vəziyyətdən canımı qurtarmışam. Və bilirsiniz, mənə minlərlə məktub daxil olur. Və bu məktubları oxuyanda sözün düzü mən də bəzi hallarda sevinç göz yaşlarımı saxlaya bilmirəm. O qədər səmimi, o qədər sıcaq sözlər, o qədər qürur verici sözlər orada yazılır və mənə mesaj kimi çatdırılır ki, bir də görürəm nə qədər Azərbaycan xalqı böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq, ümidlərlə ki, gün gələcək və onlar öz dədə-baba ocağına qayıdacaqlar, bu doğrudan da böyük fədakarlıqdır. Və mən çox xoşbəxtəm ki, bu qələbə sevincini biz hamımız bizim insanlara bəxş edə bildik. Və bir də demək istəyirəm, mən artıq bunu demişəm, orada hər şey dağılıb. İndi inşallah bu hərbi çatışma başa çatandan sonra siz də, biz hamımız da, bütün insanlar gedib görəcəklər, ermənilər hansı vəhşət yaratdılar orada. Bütün şəhərlər darmadağın. Yəni Stalingraddan da kötü bir mənzərə.
evler dağılmış, bütün bizim əmlak talan edilmiş, çərçivələr, qapılar, yəni o bütün yəni talançılıq, heç nə yoxdur. İndi Füzuli kəndlərində indi bizim əskərlərimiz oradan xəbər verir, materiallar göndərir. Füzuli şəhəri də artıq bizim gözümüzün qabağındadır. Orada bir dənə də salamat bina tapmaq mümkün deyil. Yəni bu vəhşiliyi törətdilər. Amma bizim qaçqınlarımız bilirlər ki, o torpaqları biz bərpa edəcəyik, evləri inşa edəcəyik, onlar ora qayıdacaq və sülh, əmin-amanlıq şəraitində öz dədə-baba torpaqlarında yaşayacaqlar. O ki, qaldı bölgədə mövcud olan duruma, təbii ki, durum dəyişir və əgər son illər ərzində bizim bölgəmizdə daha geniş mənada biz dəyişən mənzərəyə nəzər salsaq, görərik ki, bir çox yeniliklər var. Əvvəllər sanki bir doqmalar var idi. Bu ölkələr müttəfiqdir, bu ölkələr müttəfiq deyil, yaxud da ki, bunlar bir-birinə qarşıdır, ancaq bu dəyişdi indi. İndi, məsəl üçün, NATO üyəsi olan Türkiyə, Rusiya ilə çox səmərəli işbirliyi aparır. Həm Suriyada, həm Libiyada, başqa yerlərdə və eyni zamanda artıq danışdığımız kimi bizim bölgəmizdə. Bu bir yenilikdir. Bu bəlkə də 10 sənə bundan öncə bunu kimsə desəydi, bəlkə də inanmazdıq. Eyni zamanda NATO içində bəzi ölkələr arasında ilişkilər o qədər də yəni, səmimi deyil. Bu da bir yenilikdir. Orada sanki bir dayanışma pozulur. Avropa Birliyi ilə əlaqədar olan hadisələr. Kimin ağlına gələ bilərdi ki, Böyük Britaniya Avropa Birliyindən çıxacaq və ondan sonra bir kriz yaranacaq. Heç kimin ağlına gələ bilməz. Yəni, ənənəvi, geleneksel deməli fərziyyələr artıq yoxdur. Evet. Və hansı ölkə buna daha tez uyğunlaşsa, o ölkə də öndə olacaq. Bizim siyasətimiz hər zaman pragmatik olub. Real durumu düzgün təhlil etmək, analiz etmək, öz çıxarlarımızı düzgün təsbit etmək, bu çıxarlara nasıl ulaşacaq bunu düşünmək, taktikimizi oluşturmaq, strateji deməli baxış çərçivəsində taktiki gedişlərdə düzəlişlər etmək, ancaq bununla bərabər olaraq prinsipial bizim mövqeyimizdən dönməmək. Və bu siyasət bugün bizə uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dünyanın yeni düzəyinə daha çabuk, yəni hazır olmuş ölkələr sırasındadır və eyni zamanda Türkiyə bugün dünya çapında böyük güc kimi dünyanın yeni düzeyinin formalaşmasında çox fəal rol oynayır. Təkcə bizim bölgəmizdə deyil, dünyada. O ki, qaldı bizim bölgəmizdə artıq Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Və nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da artacaq. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii qaynaqları, bizim aramızda olan ulaşdırma projeləri, Türkiyə-Azərbaycan vasitəsilə Avropanın enerji güvənliyinin təmin edilməsi, eyni zamanda Orta Asiyadan, Afqanistandan Azərbaycan, Türkiyə üzərindən yeni ulaşdırma projelerin deməli icra edilməsi, bütün bunlar yenilikdir. Yeni bir ulaşdırma xəritəsi mövcuddur. Yeni enerji xəritəsi mövcuddur. Və mən gələcəyi çox nikbin görürəm. Mən əminəm ki, biz istədiyimizə nail ola biləcəyik. Biz çox mutluyuq ki, Türkiyə kimi bizim qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən və çıxarlarını savunan və heç kimdən çəkinməyən və irəliyə gedən, bu bizim gücümüzü artırır və Türkiyə üçün də Azərbaycan, Azərbaycan üçün Türkiyə bir numaralı müttəfiqdir. Bu böyük sərvətdir və bu olaylar bizim ilişkilerimizi daha da möhkemlendirdi. Peki. Sayın Başkan, çok son sorum olacak, çok kısa. Bu sefer durmayacağız diyorsunuz ve bizim koşullarımızı, işgal toprakları bırakana kadar, sonuna kadar gideceğiz diyorsunuz. Yanlış mı anladım? Yok, doğru anladınız.
O mənada ki, bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü, torpaq bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında durmağa hazırıq. Əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz yarın durmağa hazırıq. Ancaq sürəc olaraq biz durmayacağıq. Biz istəyirik ki, artıq hərbi sürəc, siyasi sürəcə çevrilsin. Ermənistan buna hazırdırsa və uluslararası təşkilatlar və böyük ölkələr Ermənistanı ikna edə bilərlərsə, bu daha tez bir zaman olacaq. Yox, o zaman Azərbaycan ordusunun zəfər yürüyüşü devam edecek. Peki Sayın Başkan, ben 93 yılının ilk aylarında cephedeydim burada. Öyle mi? Evet. 94 yılında rahmetli Devlet Başkanı Sayın Haydar Aliyev'le görüştük. Görüştünüz. Bakü'deki. Burası o zaman yoktu herhalde. Bu yoktu, bu sonra evet. inşa edildi. Bugün de sizle görüştüm. Yani bu şansa eriştim iki tane devlet başkanıyla. 93'teki cephedeki durumla bugünkü durum çok farklı. Evet. Çok farklı. Onu da gördüm. Size çok teşekkür ediyorum. Varsa son bir mesajınız ya da sözleriniz, onu almak istiyorum. Hem NTV hem kendi adıma. Çok teşekkür ederim kabul ettiğiniz ve sorularımızı yanıtladığınız için. Çok sağ olun. Ben de teşekkür ederim. NTV'nin bütün əməkdaşlarına salamlarımı çatdırın. Azərbaycanda Türk kanalları əvvəllər də izlənilirdi. Bu dönem ərzində demək olar ki, daha geniş auditoriya malikdir. Mən də özüm hər səhər erkən televizyonları açanda o cümlədən Türk kanallarına da baxıram, o cümlədən NTV-yə və bu günlər ərzində Türk basınında və Türk kamuoyunda, Türk cəmiyyətində bizə göstərilən dəstək və dayanışma əsl qardaşlıq təzahürüdür. Biz bir də gördük ki, babamın məşhur kəlamı bir millət, iki devlət sadəcə olaraq kəlam deyil. Bu gerçəkdir və bu gerçəyi biz yaratdıq. Bilirsiniz, dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqları bir-birinə yaxındır. Etnik, dini, ondan sonra mədəniyyət baxımından, dil baxımından. Ancaq o demək deyil ki, bu ölkələr arasında möhkəm işbirliyi, qardaşlıq olsun. Belə misallar çoxdur, siz də iyi bilirsiniz bunu. Bizim avantajımız, üstünlüyümüz odur ki, biz Türkiyə və Azərbaycan ölkələrinin başkanları, əziz qardaşım Rəcəb Tayyip Erdoğan'la birlikdə elə bir möhkəm bina inşa etdik. Bax, bu təməl üzərində, ortaq tarix, etnik köklər, dil üzərində elə bir bina inşa etdik ki, bu əbədi qalacaq. Və bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq. Türkiyə-Azərbaycan qardaşlığı binası. Və mən bütün qardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara, Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz yalnız deyilik. Qardaşım Tayyip bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu bizə güc verir. Və eyni zamanda, onu da bir də demək istəyirəm, bugün başqa ölkələrin bu işlərə qarışmamasının əsas səbəbi də ilk saatlardan hörmətli Cumhurbaşkanı Rəcəb Tayyip Erdoğan'ın açıqlamalarıdır. Ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonuna qədər də yanında olacaq. Bir də təşəkkür edirəm və bütün Türk qardaşlarıma xoşbəxtlik, mutluluq, rifah arzulayıram. Çok teşekkür ederim Sayın Cumhurbaşkanı. Sağ olun.